Zübeyir İbn Əvvam İslam tarixinin ən cəsur və sədaqətli səhabələrindən biridir. 594 və ya 595-ci illərdə Məkkədə dünyaya gəlmişdi. Atası Əvvam İbn Hüveylid, anası isə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin bibisi Səfiyyə bint Əbdülmuttalibdir. Hələ 15 yaşlarında olarkən Həzrət Əbubəkrin vasitəsilə İslamı qəbul edib və Peyğəmbərimizin ən yaxın dəstəkçilərindən biri olmuşdu. İslamı qəbul edən ilk 10 nəfərdən biridir. Zübeyrin həyatı daha uşaq yaşlarından çətinliklərlə başladı. Atasını çox erkən yaşda itirdi. Himayəsini əmisi Novfəl üzərinə götürdü. Lakin bu, Zübeyir üçün yeni sınaqların da başlanğıcı oldu. Qureyş müşriqlərinin sərt təzyiq və işgəncələrinə baxmayaraq inancını qorumuşdur. Əmisi onu İslamdan döndərmək üçün bir kilmə büküb altından odla tüstü verərək işgəncə etdi. Muhammedin Rəbbini inkar et, səni xilas edim deyəndə Zübeyrin cavabı qəti oldu. Xeyr, Allaha and olsun ki, əsla küfrə dönmərəm. Bu qətiyyət onun imanla alışıb yandığını göstərirdi. Zübeyir İslam tarixində qılıncını ilk çəkən səhabə idi. Bu səbəbdən ona Sellus Seyf, qılınc çəkən ləqəbi verildi. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm onu çox sevər və belə buyurardı. Hər peyğəmbərin bir həvarisi var. Mənim həvarim Zübeyirdir. Bu sözlər onun cəsarətini və sədaqətini açıq şəkildə göstərirdi. Bir gün Məkkədə Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmin öldürüldüyünə dair şayiə yayıldı. Zübeyir də bu xəbəri eşidən kimi qılıncını götürüb küçələrə çıxdı. Hələ bir yeniyetməkdi, amma sinəsində aslan ürəyi daşıyırdı. Əgər xəbər doğru idisə, bütün Qureyşi qılıncdan keçirməyə hazır idi. Məkkənin küçələrində nəfəs-nəfəsə dolaşarkən Allah Rəsulu ilə qarşılaşdı. Həqiqəti öyrəndikdən sonra Peyğəmbərimiz onun bu cəsarətinə dua etdi. Allahım, Zübeyri daim xeyirdə sabit eylə və qılıncını müzəffər et. Həyatının böyük hissəsini İslamın yayılması uğrunda mübarizə ilə keçirmişdi. Bədir, Uhud, Həndək və digər bir çox döyüşlərdə ön sıralarda iştirak etmiş, böyük qəhrəmanlıqlar göstərmişdi. Zübeyir İbn Əvvam maddi cəhətdən imkanlı olmağına baxmayaraq, malını daim Allah yolunda xərcləmişdi. Özünü heç vaxt vəzifə və məqam dalınca qaçan bir kimi aparmayıb, daim təvazökar həyat sürmüşdü. Ömrü boyu heç bir vəzifə və ya rəhbərlik istəməmişdi. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ona cənnətdəki qonşum deyə xitab etmişdi. Yərmukda da bir orduya bərabər idi. Peyğəmbərimizin vəfatından sonra müsəlmanlar arasında baş verən fitnələrdə, xüsusilə Cəməl döyüşündə şəhid olmuşdur. Onun şəhidliyi müsəlmanlar arasında böyük kədərə səbəb olmuşdu. Zübeyir İbn Əvvam radiyallahu anh cəsarəti, sədaqəti və imanı ilə İslam tarixinin ən hörmətli səhabələrindən biri kimi xatırlanır. Onun nümunəvi həyatı bu gün də möminlər üçün ilham qaynağıdır.